Biri cahiliyyətdə qızını dəfn edənlərdən idi. Bunu da Quran təsdiqləyir də, yəni qız dəfn eləmək, diri-diri qız uşağı dəfn eləmək cahil ərəblərdə məşhur idi. Biri hidayət olmuşdu, Peyğəmbər Peyğəmbərliyə gələndən sonra Peyğəmbəri qəbul elədi, İslamı qəbul elədi və əməlini başa düşdü, tövbə elədi, çox peşman halda ümidsizliyə qapılmışdı. Ki elə bilirdi ki, Allah heç vaxt bunu bağışlamaz. Doğrudan da ağır bir işdi, pis iş görüb. Bir körpə uşağı diri-diri dəfn edərlər. Çox ümidsizliyə qapılmışdı, gəldi Peyğəmbərin yanında, dedi, ya Peyğəmbər, mən nə edeyim? Nə iş görüm ki, Allah məni bağışlasın? Peyğəmbər neynəsin, nə desin buna? Desin ki, yox, sən daha bağışlanmazsan. Yox, bu cür nə deyildi. Peyğəmbər dedi ki, anan sağdır, dedi, yox, anam rəhmətə gedib. Dedi, xalan sağdır, dedi, bəli. Dedi, get ömrünün axırına qədər xalana xidmət elə. İnşallah Allah səni bağışlayar. Ümid verdi. Nəsə bir dedi ki, ona onda yaşamağa bir ümid olsun.